Ət alırsınızsa təkcə qiymətinə baxmayın. Baytarlıq müşayiət edici sənədləri varmı deyə də düşünün. Qarayara ən ölümcül zoonoz xəstəliklərdən biridir. İnsana çirklənmiş su, hava, torpaq vasitəsilə və ya sadəcə ətlə təmas zamanı keçə bilər. Xəstəlik əsasən əllərdə və bədənin müxtəlif hissələrində dərin, irinli yaraların yaranması, hərarətin yüksəlməsi, ağız boşluğunun silikli qişasında xoraların meydana gəlməsi və digər əlamətlərlə özünü göstərir. Bu xəstəliyə yoluxmuş şəxs infeksiyaların yayılmaması üçün yaraya toxunmamalı və dərhal həkimə müraciət etməlidir. Bəs bu xəstəlikdən qorunmaq mümkündürmü? Əlbəttə. Heyvanlar vaxtında peyvənd olunduqda, xəstə heyvanlar üçün karantin tədbirləri görüldükdə, yalnız baytar nəzarəti ilə kəsim aparıldıqda qarayara xəstəliyindən qorunmaq tam mümkündür. Azərbaycanda bu xəstəliyə qarşı peyvəndlənmə dövlət tərəfindən tam ödənişsiz həyata keçirilir. Sadəcə bir qədər diqqətli olun. Mənşəyi bəlli olmayan, baytar nəzarətindən keçməyən ət və süd məhsullarından uzaq durun. Unutmayın, xəstəliyə yox deməyin ilk addımı təhlükəsiz və baytar nəzarətindən keçən ət istehlak etməkdir.